Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 8-ci sinif mövzusu olan dördbucaqlar mövzusunun izahına baxacağıq uşaqlar. Mövzuya keçməzdən əvvəl belə bir məlumat xatırlatmaq istəyirdim ki, bu kanalda 8-ci sinifə aid həm mövzu izahları, həm də qısa videolar paylaşılır uşaqlar. Sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. Keçən uşaqlar biz dördbucaqlı. Biz birinci növbədə uşaqlar hər hansı bir ixtiyari bir dördbucaqlıya baxmalıyıq. Burada uşaqlar baxın. Dördbucaqlar biz bir desək, deyərik ki, dörd tərəfi və dörd bucağı olan fiqura dördbucaqlı deyilir. Məsələn, belə bir fiqur çəkdim. Məsələn, A, B, C, D. Buna bir dördbucaqlı deyilir. Baxın, dörd dənə təpəsi var və burada həmçinin dörd dənə tərəfi var və həmçinin də dörd dənə bucağı var. Alfa, beta, gamma və teta şəklində olacaq uşaqlar. Və uşaqlar biz buradan deyə bilərik ki, dördbucaqlının həmişə daxili bucaqlarının cəmi 360 dərəcə eləməlidir. Yəni buradan alfa üstə gəlsin, beta üstə gəlsin, gamma üstə gəlsin, teta bərabər 360 dərəcə olacaq uşaqlar. Sonra uşaqlar, burada uşaqlar, baxın bizdə ümumi indi mən burada mövzularında göstərirəm sizə ki, sizin də yaxşı yadınızda qalsın deyə. Burada məsələn həm qabarıq dördbucaqlar var, həm çökük dördbucaqlar var. Qabarıq dördbucaqlının nədir uşaqlar? Deyir ki, tərəflərinin uzantıları təpələrdən keçirsə bu qabarıq dördbucaqlıdır. Məsələn, gəlin baxın belə bir şəkil çəkirəm. Baxın uşaqlar, bu tərəflərin uzantıları dediyimiz bu hissələrdir. Məsələn, mən bunu belə uzatdım və yaxud da bunu belə uzatdım. Belə uzatdım, belə uzatdım. Görürsünüz, tərəflərin, təpələrinin orta nöqtəsindən keçir. Yox, əgər, məsələn, mən bir ixtiyari bir dördbucaqlı götürürəm, məsələn, belə. Dördbucaqlı olmadı bu. Deyək ki, belə bir dördbucaqlı. Bu da baxın, uşaqlar, 1, 2, 3, 4 dənə tərəf var. 1, 2, 3, 4 dənə də bucaq var uşaqlar. Baxın, bunun tərəfinin uzantıları başqa bir tərəfi kəsir. Belə olduğu zaman isə uşaqlar biz buna deyəsik çökük dördbucaqlar deyəsik uşaqlar. Burada da qeyd olunur. Sonra uşaqlar biz burada dedik ki, dördbucaqların xarici bucaqlar, daxili bucaqların cəmi 360-dır. Həmçinin xarici bucaqlarının cəmi də 360 dərəcə olacaq. Baxın, burada da qeyd olunur uşaqlar bunlar. Yəni bu şəkildə baxın. Sonra uşaqlar İxtiyari bir dördbucaqlı üçün, məsələn, baxın, mən bir ixtiyari bir dördbucaqlı götürmüşəm, məsələn, belə. Dördbucaqlı üçün burada tənbölən xassəsi var. Deyir ki, hər hansı, məsələn, ABCD dördbucaqlısı üçün mən, məsələn, həm A-dan, həm də D-dən keçən tənbölən götürmüşəm uşaqlar. Məsələn, bura alfa alfadır, bura beta betadır. Deyir ki, uşaqlar, məsələn, bu bucağı tap X. Uşaqlar, baxın, həmişə bu X bucağı bərabər olacaq. Bax, bu tənbölən çəkilməyən bucaqların cəminin yarısına bərabər olacaq uşaqlar. Yəni, bu şəkildə olacaq. Bunun isbatını da eləyə bilərik. Amma burada ehtiyac yoxdur. Bu şəkildə yadda saxlayırıq. Buna aid uşaqlar düşdüyü zaman da bu şəkildə edirik. Sonra uşaqlar, istənilən bir dördbucaqlının xarici bucaqlarının cəmi də 360 dərəcə olacaq. Məsələn, biz belə baxsaq uşaqlar, məsələn, deyirəm ki, belə bir dördbucaqlı, ixtiyari bir dördbucaqlı çəkmişəm də indi. Gəlin bunu belə çəkəyim, biraz əyri çəkəyim. Bu, məsələn, belə, bu da olsun belə. Baxın uşaqlar, məsələn, bunlar daxili bucaqlardır. Bunu siləyən səhv yazdım burada. Belə, bu da olsun. Uşaqlar, baxın, buna qonşu olan bucaqlar hansıdır? Məsələn, bu bucaq. Bu olacaq beta iştirir, bu qonşu, bu olacaq alfa iştirir, buna qonşu, gamma iştirir, buna da qonşu, teta iştirir şəklində olacaq. Uşaqlar, baxın, bir daxili ilə bir xarici bucağın cəmi həmişə 180 olacaq. Niyə? Çünki uşaqlar, daxili və xarici bucaqlar bir-birlərində qonşu olur. Həmçinin buradakı xarici bucaqlarının da cəmi nə olacaq uşaqlar? Xarici bucaqlarının da cəmi nə olacaq? 180 dərəcə, 360 dərəcə olacaq. Mən niyə 180 yazdım? 360 dərəcə olmalıdır uşaqlar. Belə. Bu oldu uşaqlar. Baxın, indiyə kimi dediklərimiz ixtiyari bir dördbucaqlı üçündür uşaqlar. Gəldi indi biz düzgün dördbucaqlıya. Məsələn, burada hansı var idi? Paralleloqram var idi uşaqlar. Paralleloqram nə idi? Demişdik ki, qarşı tərəfləri bir-birinə bərabər və paralel olan dördbucaqlı idi. Qarşı tərəfləri
bir-birinə paralel və bərabər olan dördbucaqlıya nə demişdik uşaqlar? Paralleloqram. Baxın, bura A-dırsa, bura A olmalıdır. Bura B-dirsə, bura B olmalıdır. Bu belə. Uşaqlar, sonra başqa bir dənə də qayda nədir paralleloqramda uşaqlar? Baxın, bir tərəfə söykənən bucaqlar, baxın, bu alfa, bu da beta. Həmişə cəmi 180 dərəcə olacaq. Bu hardan çıxır uşaqlar? Baxın, iki paralel düz xətt, üçüncü düz xəttə kəsməsində alınan bu bucaqlar var idi uşaqlar. Bunlar necə bucaqlar idi? Daxili bir tərəfli bucaqlar idi. Daxili bir tərəfli. Ona görə daxili bir tərəfli bucaqların cəmi 180. Uşaqlar, baxın, həmçinin qarşı-qarşıya dayanan bucaqlar bir-birinə bərabər olur. Qarşı-qarşıya dayanan bucaqlar bir-birinə bərabərdir. Və həmçinin burada ki, alfa üstə gəl, beta da nə olacaq? 180 dərəcə. Bucaq A bərabər olacaq bucaq C-yə. Bucaq B bərabər olacaq bucaq D şəklində olacaq uşaqlar. Belə. Sonra gəldik paralleloqramın diagonalı. Perimetrini zaten bilirsiniz, burada yazılıb. P bərabər 2 vurulsun, A üstə gəlsin B-dir uşaqlar. Düz bucaqlı ilə eynidir. İndi uşaqlar, diagonal nə idi? Diagonal iki qarşı tərəfi, təpəni daha doğrusu uşaqlar, baxın, iki qarşı təpəni birləşdirən xətt idi. Məsələn, baxın, AC diagonalı. AC diagonalı deyirik. Məsələn, AC və yaxud da BD. İki dənə diagonal olacaq uşaqlar. İki diagonal AC-yə, bax, iti bucaqlardan keçən böyük diagonaldır. Böyük. BD isə nədir? Kiçik diagonaldır uşaqlar. Əla. Uşaqlar, baxın, burada diagonallar kəsişdiyi nöqtədə tən yarı bölünür. Baxın, bura ilə bura bir-birinə bərabərdir. Bura ilə da bura bir-birinə bərabər olur. Və uşaqlar, burada bucaqlar yaranır. Baxın, uşaqlar, bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Məsələn, bu bucaqla da bu bucaq bir-birinə bərabər. Məsələn, bura bir x desəm, burada bir x olacaq. Bura bir y desəm, burada bir y şəklində olacaq. Yəni, bunu da yaddan çıxartmırıq. Uşaqlar, baxın, burada, məsələn, mən bura bir k desəm, burada bir k olmalıdır. Bura bir b desəm, burada bir b olmalıdır. İndi bir dənə baxın, uşaqlar, burada, baxın, bu üç bucaqla bu üç bucaq bir-birinə bərabər olur. Baxın, uşaqlar, bucaqları bərabər görürsünüz də yəqin ki. Və uşaqlar, baxın, bu üç bucaq ilə bu üç bucaq da bir-birinə bərabər olur. Bucaqlarına görə baxsan uşaqlar. Üç bucağı bərabərdirsə və həmçinin uşaqlar, baxın, bunlar da bir-birinə bərabərdir. Məsələn, bura mən bir, nə desək bura? Mən hansı bir D desəm, burada bir D deyir. Bura bir C desəm, burada bir C'dir uşaqlar. Və ona görə də bu üç bucağın həm tərəfləri bərabərdir, həm də bucaqları. Və ona görə, məsələn, mən bura bir F desəm, burada bir F'dir. Məsələn, bura bir S desək, burada bir S olur. Ona görə də bir-birinə bərabər bucaqlar yaranır uşaqlar. Belə. Sonra gəldi uşaqlar, biz paralleloqramda artıq bir də bu paralleloqramda tənbölən falan anlayışı var uşaqlar. Məsələn, ona aid suallar da olur. Məsələn, mən burada verilibdir elə. Məsələn, uşaqlar, birdən bizə, yəni özümdən burada deyirəm, düzdür, bu mövzuat suallara da baxacağım mən uşaqlar dərsini izah edəndən sonra. Yəni də burada mən sizə deyim. Baxın, mən deyirəm ki, A'dan bir tənbölən çəkmişəm. Uşaqlar, baxın, məsələn, bura alfadır, bura alfadır. Baxın, uşaqlar, bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Oldu? Onda, bax, burada bərabər yanlış bucaq yarandı. Bərabər yanlış bucaq. Bərabər yanlış bucaq olduğuna görə, baxın, bu üç bucaq. Məsələn, mən bura bir Y desəm, əgər bura A'dırsa, burada A'dır. Avtomatik burada A olmalıdır, bərabər yanlı olduğuna görə. Məsələn, mən bura bir X deyəmsə, burada A üstə gəlsə, X şəklini alacaq uşaqlar. Belə. Sonra gəldik düz bucaqlıya. Uşaqlar, düz bucaqlı paralleloqramdan fərqi nədir? Bütün bucaqları 90 dərəcə. Baxın, qarşı tərəfləri bir-birinə bərabər və perpendikulyar. Bax, qarşı tərəfləri və 90 dərəcə altına kəsişən fiqura deyəsik nə? Düz bucaqlı deyəcək uşaqlar. Düz bucaqlı deyəcək. Belə. İndi uşaqlar, burada bunun biz artıq perimetrini birlikdə 2 vurulsun, A üstə gəl B-dir. Uşaqlar, burada 90 dərəcə olduğunu bilir. Diagonallar uşaqlar, 2 dənə diagonal var və bir-birlərini nədir? Bərabər olacaq diagonallar. Uşaqlar.
Diaqonallar bir-birinə bərabər. Baxın uşaqlar, diaqonalın tapılma düsturu da baxın burada Pifaqorla çıxır ha. Məsələn mən bura bax bu düzbucaqlı üçbucaq kimi baxsam mən buna, nə deyim uşaqlar? Burada D yazsam, bu D-nin kvadratı bərabərdir A kvadrat üstə gəlsin B kvadratına olacaq uşaqlar. Yəni bu şəkildə olmalıdır. Diaqonallar uşaqlar, baxın, diaqonallar biz dedik ki, bir-birinə bərabərdir və kəsişdiyi yerdə tən yarı bölünəcək. Baxın, bura, 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 bura. Və burada uşaqlar 4 dənə, yəni baxın, məsələn, mən bura bir A deyirəmsə, burada bir A-dır, bura bir B deyirəmsə, burada bir B deyirəm, məsələn, bura bir X, 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 X deyirəm. Uşaqlar, baxın, mən bura bir alfa desəm, avtomatik burada bir alfa olacaq. Baxın, bura alfadırsa, bu bərabər yanlış bucağı görürsünüz. Bu bərabər yanlış bucağa görə burada alfa olur. Burada alfa olacaq uşaqlar. Hə, bura alfa, məsələn, mən bura bir beta deyirəmsə, burada bir betadır. Bura betadırsa, burada betadır, həmçinin burada beta olacaq. Yəni və bu uşaqlar bir də bu alfa üstə gəlsin, beta da həmişə nə olmalıdır? 90 dərəcə olmalıdır uşaqlar. Bu da B ilə. Sonra gəldik nəyə? Gəldik romba. Rombda nə deyir uşaqlar? Rombda da baxın, qarşı tərəfləri bir-birinə paralel və bütün tərəfləri bir-birinə bərabər olmalıdır. Bax, rombda. Paralelogramın bəzi xassələrini özündə əks etdirir uşaqlar. Məsələn, hansı xassələrini? Məsələn, bucaq A ilə bucaq B-nin cəmi 180 olmalıdır. Bucaq D ilə bucaq C-nin cəmi 180 olmalıdır. Məsələn, bura bir alfa, bura bir beta, həmçinin burada bir alfa, burada bir beta şəklində baxsaq. Və həmçinin qarşı-qarşıya yerləşən bucaqlarımız bir-birinə nə olur? Bərabər olacaq. Yəni bu şəkildə olmalıdır uşaqlar. Və bütün tərəflər də bir-birinə nədir uşaqlar? Bərabər. Buna yaddan çıxartmırıq uşaqlar. Belə. Sonra gəldik. Məsələn, rombun perimetri P bərabər 4 vurulsun A olacaq uşaqlar. 4 tərəfdə bir-birinə bərabər olduğuna görə. Sonra rombda diaqonal. Uşaqlar, diaqonallar 2 dənə diaqonal olasıdır. Böyük diaqonal, kiçik diaqonal. Təbii ki, iti bucaqlardan keçən olacaq böyük diaqonal uşaqlar. Kör bucaqlardan keçən isə olacaq kiçik diaqonal. Uşaqlar, və diaqonal tənbüləndir. Baxın uşaqlar, düz bucaqlı və paralelogramda elə bir şey yox idi. Burada diaqonal tənbülən olacaq. Və bunu yaddan çıxartmırıq uşaqlar. Alfa, alfa, burada alfa, alfa olmalıdır. Burada beta, burada beta, burada beta, burada beta oldu uşaqlar. Və uşaqlar, rombun diaqonalları kəsişdiyi yeri 90 dərəcə altında kəsişir. 90 dərəcə. Aha, mən bura bir X, bura bir X-dır, bura bir Y-dır, burada bir Y deyə bilərəm. Və bir-birlərinə bərabər olur. Kəsişir, tən ortadan bölünür uşaqlar. Burada düz bucaqlı, üç bucaqlar yaranır uşaqlar. Məsələn, mən burada Pifaqor tətbiq eləyə bilərəm. Baxın, bu üç bucağa da, həmçinin bu üç bucağa da və belə bu şəkildə olacaq uşaqlar. Aha, rombda da bu şəkildə. Uşaqlar, indi ümumi məlumatları belə verirəm. İnşallah mövzu izahlarına da baxacağım indi. Sual izahlarına daha doğrusu mövzu izahı nə? Aha. Gəldik kvadratda uşaqlar. Biz bu, baxın uşaqlar, bu xüsusi qayda, məsələn, diaqonal necə bölünür, necə olur, bunların hamısını bilsəniz, rahatlıqla işləyə biləcəksiniz. Məsələn, kvadratda. Baxın uşaqlar, kvadrat da dörtbucaqlıya biraz bənzəyir. Burada da bütün tərəflər bir-birinə bərabərdir uşaqlar. Və uşaqlar, baxın, tərəfə 90 dərəcədir və diaqonallar 90 dərəcə altında yenə kəsişəcək burada, rombda olduğu kimi və tənbölən olacaq uşaqlar. Məsələn, artıq burada uşaqlar 90-ın tənböləni 45-45 olacaq. Bax, hamısı 45-45 olacaq. 45-45. 45-45 olacaq hamısı. Və bu şəkildə olmalı. Bunun da perimetri 4 adır. Bu şəkildə olacaq uşaqlar. Belə. Bu da kvadratda belə və diaqonallar tən yarı bölünəsidir uşaqlar. Təbii ki, burada da həm tənböləndir, həm 90 dərəcə altından kəsir. Yəni, rombda olduğu kimi. Sonra gəldi uşaqlar biz nəyə? Fales teoremi. Falesdə də uşaqlar deyir ki, baxın, belə bir şey. Bucağın tərəflərini kəsən paralel xətlər deyir. Bax, bu paralel xətlər görürsünüz. Deyir ki, bu ayırdığı məsafələr bir tərəfdə eynidirsə, hökmən digər tərəfdə də eyni olmalıdır uşaqlar. Görürsünüz, yəni kongruentdir də, yəni bərabərdirsə, kongruent olmalıdır. İndi uşaqlar, baxın, falesdə də bu şəkildədir.
İndi bunu belə ümumi deyirəm, inşallah sual izahlarına baxacağım burada. Sonra gəldi üçbucağın orta xətt. Şuralar baxın, orta xətt anlayışında orta xətt üçbucağın 3 dənə orta xətti var. Hansı tərəfə paraleldirsə onu yarısına bərabərdir. Məsələn, mən desəm ki, MN orta xətti çəkmişəm. Bura bir x deyirəmsə, bura 2x olmalıdır uşaqlar. Yox, əgər məsələn mən indi başqa tərəfə çəkmişəmsə uşaqlar, baxın belə çəkmişəm, deyirəm ki, bura çəkmişəmsə, məsələn bura A-dırsa, bura 2A olmalıdır. Məsələn bura çəkmişəmsə, məsələn belə çəkmişəmsə, bura bir Y-dirsə, burada 2Y şəklində olmalıdır uşaqlar. Bu bizdə orta xətt və bir də orta xətt uşaqlar, baxın bu tərəfləri iki bərabər hissəyə bölür. Bax falesdə olduğu kimi uşaqlar, baxın. Fales necə demişdik? Bax buranı bölürsə, buranı iki bərabər hissəyə bölür. Həmçinin burada da uşaqlar, baxın bura ilə bura, bura ilə də bura. Məsələn, bura ilə də buralar bir-birinə bərabər olacaq. Bu da oldu bizdə orta xətt anlayışı. Sonra gəldi uşaqlar trapesiyaya. Trapesiya uşaqlar yalnız iki tərəfi, yəni oturacaqları bir-birinə paraleldir. Digər tərəflər isə deyil. Baxın, iki dənə paralel tərəf var. Biri belə getdi uşaqlar, biri də belə. İndi uşaqlar baxın, bu oldu bizdə, buna deyirik trapesiya. Uşaqlar baxın, bunlar BC ilə, baxın yazıram, BC paraleldir AD olduğuna görə bir tərəfə söykənən bu bucaqlar cəmi 180 dərəcə olacaq. Niyə? Çünki paralel işarətinə görə, iki paralel düz xətti, üçüncü düz xəttə kəsməsindən alınan bucaqlara görə. Məsələn, mən bura bir x, bura bir y desəm, həmçinin alfa üstə gəlsin, beta da burada 180 olacaq. X üstə gəlsin, y də bərabərdir 180 dərəcə olacaq uşaqlar. Bu da oldu belə. Belə. Yəni burada da baxın, qeyd olunubdur uşaqlar, bunları əzbər bilməliyik. Sonra gəldi bərabər yanlı üçbucaqda. Bu bərabər yanlı trapesiya. Bu ixtiyar trapesiyadır. Mən indiyə kimi dediyim. Bərabər yanlıda adından bəllidir uşaqlar. Yan tərəflər bir-birinə bərabər olmalıdır. Əgər uşaqlar bərabər yanlıdırsa, oturacağa bitişik bucaqlar bir-birinə bərabər olur. Həmçinin, baxın, hər iki oturacağa bitişik. Bunlar həm bu oturacaqdır uşaqlar, həm də bunlar oturacaq. Buna deyirik kiçik oturacaq, buna da böyük oturacaq deyəcək uşaqlar. Bərabər yanlı trapesiyada diaqonallar biri-birinə bərabər olacaq uşaqlar. Baxın, burada da qeyd olunubdur və kəsdiyi yerdə də tən yarı bölünəcək uşaqlar. Bu da belə. Sonra gəldik düzbucaqlı trapesiyaya. Düzbucaqlı trapesiyada uşaqlar, düzbucaqlı trapesiyada isə baxın, iki bucaq 90 dərəcə olacaq. Bu bucaq ilə kör bucaqla iti bucağın cəmi isə uşaqlar bərabər olacaq nəyə? 180 dərəcəyə bərabər olacaq uşaqlar. Burada mən məsələn uşaqlar, baxın, buradan belə bir hündürlük endirsəm, bu məsafə nədirsə, elə bu məsafə də eyni olacaq. Bura h-dırsa, burada h olacaq uşaqlar. Burada baxın, bu dediyim, buna kiçik yan tərəf deyirik. Burada böyük yan tərəf. Kiçik yan tərəf həmişə hündürlüyə bərabər olacaq uşaqlar. Bunu da yaddan çıxartmırıq. Əla. Sonra gəldik orta xətt anlayışına. Uşaqlar, baxın, üçbucaqda olduğu kimi trapesiyanın məsələn özünə məxsusdur orta xətt anlayışı. Burada da uşaqlar, baxın, iki bərabər hissəyə bölmə işi eynidir. Məsələn, mən burada oturacaqlara AB desəm, burada bir x desəm uşaqlar, həmişə bu x bərabər olur. A üstə gəl B cəminin nəyinə? Yarısına bərabər olacaq uşaqlar. Bu da belə olmalıdır. Bu oldu bizdə orta xətt anlayışı. Sonra uşaqlar, burada məsələn ixtiyari bir trapesiya üçün belə bir xassəmiz var. Bunu qeyd edəyim. Məsələn, baxın uşaqlar, mən belə bir orta xətt çəkmişəmsə və bir dənə belə bir diaqonal çəkmişəmsə. Uşaqlar, baxın, A, B, C, D. Bura M, burada N'dir. Uşaqlar, bax, burada bir üçbucaq yaranıb var uşaqlar. Bu üçbucaqda, bu orta xəttdir bax uşaqlar. Bu orta xəttdir. Elə deyilmi? Hə, onda mən bura bir x desəm, bu BC 2x olacaq uşaqlar. Həmçinin də uşaqlar, baxın. Bu üçbucaqda bu xətt orta xəttdir. Hə, onda mən bura bir y desəm, burada 2y olacaq. 2y olacaq burada. Əla. İndi bəs 2 dənə diaqonal çəksək, bəs nə olar uşaqlar? 2 diaqonal çəksək, məsələn, baxın, biri belə gələcək,
Uşaqlar, baxın, həndəsədə hökmən, yəni misal həll elədiyimiz zaman şəkillə etmemiz lazım. Şəkil çəkməyi hökmən bacarmamız lazım. Uşaqlar, baxın. Baxın, bu xətt buranın yarısıdır. Onda məsələn, mən bura bir 2x demişəmsə, burada x-dir. Həmçinin uşaqlar, baxın, bu üç bucağa nəzərən də baxsaq, burada x olacaq uşaqlar. Hə, onda. Əgər mən bura bir y desəm, bu ümumi bu uzunluq var ha. 2 vurulsun x üstəgəl y olacaq bura. İndi məsələn, burada bir dənə baxın, burada nə deyir? Burada deyir ki, bu uzunluğu tapmaq üçün, hələ bir cür yazacaq. Burada da bir düstur kimi yazacaq. Deyir ki, oturacaqlarını fərqini 2-yə böl. Həqiqətən də baxın aşağılar, istəsəz tapa bilərik. Baxın, oturacaqlarının fərqi. Mən bunu vurub açıram. 2x üstə gəlsin, 2y-dan 2x-i çıxıram. Bölürəm 2-yə. Baxın, görə alınırmı? Bununla bu getdi islaha. 2y bölünsün 2. Cavab y alındır. Baxın, bu y aldım. Hə, deməli, əgər belə versə, bu ortadakı yeri tap desə sənə, oturacaqlarının fərqini 2-yə bölürsünüz. Hələ orada ortaya çıxacaq uşaqlar. Bu şəkildə oldu. İndi gəlin keçəyin uşaqlar. Mövzunun suallarına baxalım uşaqlar. Belə. Məsələn, deyir ki, baxın uşaqlar, daxili bucaqların nisbəti bu olarsa, böyük daxili bucağını tapın. Biz bilirik ki, bu nisbət 360-a bərabər olmalıdır. Bunları toplasaq 6, 10, 15. 360-ı böldüm nəyə? 15-ə. Bura 2 dəfə düşəcək, 30, 60-da da 4 dəfə, 24. Ən böyüyünü tapdıysa, burada 5-ə vurmalıyım. Yəni, 24 vurulsun, 5. Bərabər neçə oldu? 120 dərəcə olacaq uşaqlar. Baxın, bu şəkildə olmalıdır. Deyir ki, qabarıq 4, indi hərəsindən birisinə baxacaq uşaqlar. Hər belə qaydadan bir dənəsində. Deyir, qabarıq 4 bucaqlarının 3-cü suala baxıram. Xarici bucaqlarının 3-ünün cəmi 260. 4-cü xarici bucağı tapın. Hamısı 360 olmalı. 360-dan 260-ı çıxıram. Neçə edir? 100. Deməli, o birisi 120-dir uşaqlar. Bu şəkildə baxmamız lazım. Məsələn, 6-cı suala baxsaq uşaqlar, nə deyir burada? Deyir ki, hə, baxın, burada da məsələn ixtiyari bir qabarıq 4 bucaqlı verilib bizə. Bu belə bir şəkildir. Şəkildə biraz sərqəsiz oldu. A, B, C, D. Deyir ki, uşaqlar, baxın, A ilə D-nin tənböləni verilib. Bu belə. Bunlar tənbölənlərdir. Deyir ki, bucaq B bura 130-dur. Bura 100-dür. Sən deyir ki, buranı tap uşaqlar. Qaydamız necə idi? X-i tapmaq üçün. Nə demişdi? 130 ilə 100-ü topla, böl 2-yə. 230-u da bölürəm 2-yə neçə eləyir? 115 eləyəcək. Çox yəqin ki, cavabımız D variantı olacaq. Sonra deyir ki, paralelogramın tərəflərindən biri 4 cm və perimetri o olarsa, baxın uşaqlar, paralelogramın tərəflərindən biri 4. Perimetr düsturumuz necə idi? P bərabər 2 vurulsun, A üstə gəlsin B. Perimetrin yerinə 18 yazıram. 2 vurulsun, A-nın da yerinə 4 yazıram. 4 üstə gəlsin B. 2 ilə 18-i sayın 9 bərabər 4 üstə gəlsin B-yə. Buradan B də bərabər neçə oldu uşaqlar? 5 şəklini alacaq. Sonra, məsələn, 10-cu tip suala baxsaq uşaqlar, deyir ki, paralelogramın bir tərəfinə bitişik bucaqların, bu uşaqlar, bir tərəfə bitişik bucaqların cəmi nə olmalıdır? 180. Onda mən 180-i bölməliyəm bunların cəminə, yəni 9-a. Neçə elədi? 20. Sonra 20-ni vurmalıyam 2-yə, elədi 40. 20-ni vurmalıyam 7-yə, bərabər neçə olmalıdır? 140. Deməli, 40-dan 140. Bucaqlarının kiçiyini mi tapdı bizə? Kiçiyini tapdı, bu şəkildə baxmamız lazım. Məsələn, baxın ki, paralelogramın məsələn, kör bucaqlarının cəmi 250-dir aşağıda. Bax, kör bucaqlar bir-birinə bərabərdir. Yəni, 250-ni nəyə bölməliyəm mən? 2-yə. Bu da elədir 125. İti bucağını tap. İndi biz bilirik ki, iti bucağından kör bucağının cəmi neçə dərəcə olmalıdır? 180. 280-dən çıxıram 125-ə. Neçə elədir? Bu da 55 dərəcə. Yəni, bu şəkildə olacaq. Bax, məsələn, 12-ci tip sual bu şəkildə siz yaza bilərsiniz uşaqlar. Sonra gəldi, məsələn, 13-ə. Deyir ki, C-ni tap uşaqlar. Baxın, bu C 4x uşaqlar. Mən bilirəm ki, bu ikisinin cəmi 180 eləməlidir. 9x bərabərdir 180-ə. X də bərabərdir 20 oldu uşaqlar. X-i 20 tapmışam. Mən 4x daxı 4 vur 20 80. Burada 80-dirsə C bucaqda neçə olmalıdır? 80 olmalıdır. Məsələn, baxın 14-cü sualı siz artıq bu şəkildə həll edə bilərsiniz. Məsələn, burada da nə eləməliyik? Baxın, x-landır uşaqlar. Biz bilirik ki, bunu baxalım mı? Siz də baxın. Bunları, baxın, A ilə B-nin cəmi 180 olmalıdır. Yəni, 4x üstə gəl 20.
Üstə gəlsin 5'i 40 çıxılsın 20 bərabərdir 180 dərəcə. Burada 20'lər getdi. 9x bərabərdir 180'ə. X də bərabər 20 olur. Bizə deyir ki, D bucağı ilə D ilə bucaq B ilə bucaq D bir-birinə bərabərdir uşaqlar. B bucağını tapmaq üçün 4 vurulsun 20. Üstə gəlsin 20'nin içi oldu uşaqlar 100 dərəcə. Aha, baxın 15-ci sualda da uşaqlar nə deyir bizə 15'də? Baxın deyir ki, şəkildə deyir, biz bilirik ki, paralelogramın diagonalları birinə bərabərdir. Bu ifadəni buna bərabər eləməmiz lazım. Bu şəkildə atılıb məncə siz bunu yaza bilərsiniz uşaqlar. Baxın burada da. Burada da uşaqlar baxın bu ifadə ilə bu ifadə bir-birinə bərabərdir. Bunları bərabərləşdirib tapırsınız. A-dan O-ya qədər olan məsafəni tapmaq olar. Belə. Aha, gəlin bu 21-ci suala baxaq uşaqlar. Bunlar da 20 falan da eyni tipdir. Deyir ki, düzbucaqlının diagonalları əla. Baxın, deyir ki, 40 dərəcə altında kəsişər. Belə yazırıq. Uşaqlar, baxın. Deməli, bura 40'dır. Uşaqlar, baxın, bura 40'sa, bura neçə olmalıdır? 140 olmalı. Baxın, bu bucaqla bu bucaq birinə bərabər. 180'dan 140 çıxıram. 40'ı da 2'yə bölürəm. 20. Burada 20'dir. Əgər bura 20'dirsə, uşaqlar, bura 70 olmalıdır. Niyə? Çünki buranın cəmi 90 olmalı. Bura 70'sə, burada 70 olur. Burada 20 olur. Burada 20 olur, burada 70 olur və burada 70'dir. Təbii ki, bura 40, burada 140 olacaq. Baxın, inşallah bu şəkildə deyir ki, bu diagonallar kiçik tərəflə neçə dərəcəli bucaq əmələ gətirir? Kiçik tərəflə təbii ki, 70 dərəcəli bucaq əmələ gətirir uşaqlar. Bu da belə. Məsələn, 22-ci sualı siz özünüz yazsanız çox gözəl olar. Hətta cavabını rəylərdə də qeyd edə bilərsiniz uşaqlar. Belə. Belə. Sonra gəldik biraz fərqli tip sual. Məsələn, romba aid sual var uşaqlar. Nədir? Rombun diagonalların bir tərəfinə bərabərdir. Məsələn, gəlin buna baxarıq. 28-ci sual var. 27'də də baxmaq olar. Biraz maraqlı sualdır. Gəlin baxaq. 27'də nə deyir uşaqlar? Deyir ki, rombun diagonallarının biri tərəfinə bərabər. Baxın uşaqlar. Belə bir rombdur. Deyirəm ki, bu diagonal bu tərəfə bərabər. Bax, bu tərəflə bu diagonal birbirine bərabər. Uşaqlar, baxın. Zaten bu tərəflə də bu tərəf birbirine bərabər. Deməli, burada nə yarandı uşaqlar? Bərabər tərəfli üçbucaq. 60, 60, 60. Deyir ki, rombun iti bucağını tap. 60 oldu uşaqlar. Baxın, bu şəkildə oldu. Deyir ki, kör bucağı 120'dir. Yəni, romba baxdıq. Kör bucağı 120 dərəcədir. Baxın, bura 120'dir. Onun rombun kiçik diagonalı təbii ki, buradan keçəcək və bu 120'ni böləcək 60-60'a. Uşaqlar, baxın, 60-60. Və bura 120'dirsə uşaqlar, onda bura avtomatik 60 oldu. Diagonalı 6'dırsa, onda burada 6'dır, burada 6'dır, burada 6'dır, burada 6'dır. Bizə deyir perimetrini. P də bərabər 6 vurulsun 4 bərabər nə olacaq uşaqlar? 24 şəklini alacaq. İndi burada birazca fərqlidir. Sənə perimetr verilibdir. Məncə sən bunu rahatlıqla yaza bilərsən. Yazıb yenə də cavabını rəylər qismində qeyd edərsən uşaqlar. Rombun tərəfi ilə diagonalların əmələ gətirdiyi bucaqlar. Gəlin baxaq uşaqlar. Bəzən belə suallarda uşaqlar birazca problem yaşayırlar bu nisbət falan olanda. Baxın, deyir ki, tərəfi ilə diagonallarının baxın belə bir bu tərəfdir. Bu tərəflə diagonal. Bir dənə tərəfidir. Diagonal arasında. Bax, bura deyirəm ki, 2x-dır, bura 3x-dır aşağıda. Avtomatik burada 2x-dır, burada 3x olacaq. Və bura 90'dır uşaqlar, deyilmi? Və mən bilirəm ki, bu 2x-la 3x-in cəmi 90 olmalıdır. 5x bərabərdir 90'a, x də bərabərdir 18'ə. X 18, amma bura ümumiyyətlə neçə x-dır aşağılar? 4x-dır. 18 arası 180 yazdıq. 4x dedim. Yəni 4 vurulsun 18. Cavabımız nə olacaq uşaqlar? 72 dərəcə olacaq. Birdən kör bucağı tapdırsaydı 6'ya vurmalıydıq 18. Baxın 31-ci sualda eynisidir uşaqlar. Bunu mən sizə həvalə edirəm. Siz yazarsınız. Sonra gəldik nəyə? Trapesiyaya gəldi uşaqlar. Başqa məncə kvadratı. Bir dənə kvadrata aid baxmadıq deyəsən. Biz baxım görün. Kvadrata aid də burada. Neyse, qabağımıza yəqin ki çıxar uşaqlar. Nə deyir burada? Deyir ki, bərabər yan trapesiyanın kör bucağı 130 olarsa, iti bucağını tap. Təbii ki, 130 ilə 50 olmalıdır uşaqlar. Bu belə. Sonra gəldik nəyə? Gəldik 36-cı sual. Deyir ki, uşaqlar bizə düzbucaqlı trapesiyanın iti bucağı 75 dərəcə olarsa,
Baxın uşaqlar, düz bucaqlı bir trapesiyadır. Biz burada nə demişdik? Demişdik ki uşaqlar, baxın, bunun iti bucağı ilə bu kör bucağının cəmi 180 olmalıdır. Burada 105 olacaqdır. Elə deyilmi cəmi 180 olması üçün? Hatta 37-ni sən yaza bilərsən məncə. Gəldik məsələn 38-ci suala. Deyir ki, yan tərəfi, yəni baxaq görək uşaqlar. Baxın, yan tərəfi 6'dır. Otacaq bərabər yanlısa burada 6 uşaq. Otacaqlar burada 4'dür, burada 8. Bunun perimetrini tapdıq. Bax uşaqlar, bərabər yanlısa yan tərəfdə birinə bərabər olur. Perimetrini tapdığında hamısını toplayıram. 6'nın 6 12, 12'nin sonra bu 12 gəldi, cavab elədi 24. Baxın uşaqlar, 39 artıq siz yazacaqsınız uşaqlar. Hə, gəldik 3 bucağa. 40-cı suala baxırıq. Nə deyir 40-da? Deyir ki, baxın, ABC A B C'dir uşaqlar. Deyir ki, bu bax buna paralel M-in orta xətti şəkli var uşaqlar. Baxın, M, M. Mən bura bir x desəm, burada 2x olacaq. Deyir ki, 2x ilə x-in cəmi 24 olacaq. Buradan 3x bərabər 24'də, x də bərabər nə oldu? 8 oldu. Hələ x-i tapdıq. Bura 8-dir. Demək, burada nə olmalıdır? 16. Yəni bu şəkildə baxmamız lazım. İndi uşaqlar, bax 41-ci sual artıq bunu siz yazacaqsınız uşaqlar. Başqa baxaq görək, fərqli tip suallar burada varmı? Varmı? Belə baxıram, daha çətin tip. Gəlin bunlara baxaq uşaqlar. Məsələn, 55'ə baxaq. 55-ci suala. Nə deyir burada? Deyir ki, birini mən yazım, birini də siz yazarsınız. Şəkil mütləq çəkməyi öyrənmək lazımdır uşaqlar. Yəni, şəkil çəkməkdən qorxmayın, tənbəllik eləməyin. Şəkil çəkdirsə, misal yaza biləcəksiniz. Uşaqlar, baxın, bu bucaq 55'dirsə, baxın, bu bucaqla bu bucaq birinə bərabər, burada 55 olmalıdır. Və sənə deyir ki, burayla bura birinə bərabərdir. Hə, onda bərabər yanlıdırsa, burada 55 olmalıdır uşaqlar. Bura 55 neçə oldu? 110. Onda bura neçə qaldı? 70. İstəsəniz belə də baxa bilərsiniz. Baxın, burada 3 bucaq yaranıbdır. 3 bucağın daxil bucaqların cəmi 180 olmalıdır mı? 55 ilə 55 toplayıram. 110, 110 ise 70 gəlir. Mənə deyir ki, nəyi tap? ADC-ni, buranı tapdıq. Uşaqlar, baxın, bura 70 ise burada 110 olmalıdır, elə deyilmi? Cəmi 180 olmalıdır. Yəni, bu şəkildə baxa bilərik. Əla. 56-cı sualı artıq sən yazırsan bu şəkildə. Keçdi 57-ci suala uşaqlar. Baxın, burada da uşaqlar, bax, tənböləndirsə, bax, bura alfadırsa, avtomatik burada alfa olur. Onda, baxın, bura ilə, bura da alfadır. Bura ilə bura bir-birinə bərabər. Onda bura 5'dir. Hə, bura da 5'dir. Bura ümumi 8'dirsə, burada 8'dir. Mən indi perimetri tapmaq üçün 2 vurulsun, 8 üstə gəlinsin, 5 olacaq. Yəni, 2 vurulsun, 13 neçədir uşaqlar? 26 olacaq. Əla. İndi gəldi uşaqlar, siz 58-ci sualı artıq siz yazacaqsınız. Sonra gəldi trapesiyanın diagonalı. Baxın uşaqlar, trapesiya aid sual. Trapesiya sualları birazca çətin olur, birazca o birlərə baxanda. Aha, uşaqlar biraz problem yaşayırlar. Özdə belə nisbət suallarında daha çox problem yaşayırlar. Baxın uşaqlar, çətin şeylər yoxdur burada. Sadəcə diqqətlə baxdığınız zaman görəcəksiniz. Baxın, deyir ki, diagonalı 15 cm-dir. Orta xətt böldü. Bura 2x-dır uşaqlar, burada 3x-dır. Bu 2x olacaq bura 4x, bu 3x olacaq bura neçə 6x olacaq mı uşaqlar? Əla. Bu trapesiyanın deyir ki, nəyini tap deyir bizə? Bu trapesiyanın kiçik otacağını tap deyir uşaqlar. Kiçik otacağını tap. İndi uşaqlar biz burada nə edə bilərik? Trapesiyanın bizə nəyini verir? Diagonalını da verib deyilmi? Diagonalını veribsə uşaqlar, baxın, diagonal da verilibsə bizə. Baxın, görün bir daha. Trapesiyanın diagonalının uzunluğu 15'dir. Uşaqlar, baxın, bu orta xətt olduğuna görə, orta xətt olduğuna görə, bura 7,5, burada 7,5 bölünməlidir. Çünki buralar orta xəttdir, elə deyilmi? Bu şəkildə olmalıdır. İndi orta xətti 2/3 nümunəsində bölübdür deyir. Bu trapesiyanın kiçik otacağını tap. Yəni bizdən 4x soruşur. Biz burada nə edə bilərik? Bax, buralar belə bölünübsə uşaqlar. Burada 2'nin 1'ə nisbətindədir də. Diagonal da 15 verib bizə.
Baxsan, mən burada səhv oxumuşam uşaqlar. Deyir ki, trapesiyanın diaqonalı uzunluğu 15 olandır. Mən götürüb diaqonalın uzunluğunu 15 götürürəm. Olmaz axı belə. Baxın uşaqlar, burada deməli bu 2x-dan 3x-in cəmi imiş də elə 15. 2x-dan 3x-in cəmi. Şimdi cəmi 15 imiş. Buradan 5x bərabərdir 15-ə, x də bərabər 3 oldu. X 3-dürsə 4 vurulsun 3 olacaq. Bu elədir 12. Burada eləcə 6 vurulsun 3 bərabər 18. Deməli bizə nə oldu? Burada 12 olacaq. Şöyle 60-cı sualı artıq siz yazırsınız bu şəkildə. Sonra gəldik nəyə? Gəldik bura. Deyir ki, vay 3 bölüm bunu görmək olmuyor bu sualı. Heyif ki. Tam yaxşı düşmüyor buradan. Maraqlı sual edəsinə baxa bilərdik. 3 bölü neçədir burada. Neyse uşaqlar, bu 61 ve 62 qalsın. Tam düşmüyor burada nisbət orta xətti. 3 bölü neçəsə nisbətindədir deyir. Keçək 63-cü suala uşaqlar. Burada da uşaqlar gəlin şəkil çəkəyim. Bizə deyir ki A, B, C və D'dir uşaqlar. Bura 36'dır. Burada avtomatik 36 olmalıdır. Niye? Çünkü bu bucaqla bu bucaq daxil çarpar. Bura 70'dir. Ve uşaqlar baxın AB ilə C birbirine bərabərdir. Hə, bərabər yanlıdırsa bu elədir 106. Onda bura 74 olmalıdır. Hə, niye? Baxın bu 106 ise bura 74 olmalı ki cəmi 180 elədir. Burada 106'dır. Baxın uşaqlar. Burada 106'dır. Hə, bura 106 üstə gəl 36 neçə elədi? 2, 142. Burada neçə eləməlidir? 38. Baxın bu üçbucağa görə getdim uşaqlar. Üçbucağın daxil bucaqlarının cəmi neçə dərəcə deməlidir? 180 dərəcə. Hə, deməli neçə oldu burada? 38 dərəcə olacaq. D variantı. Artıq 64-cü sualı siz yazırsınız uşaqlar. Cavablarını da qeyd etməyi unutmayın. Hətta nömrə var da uşaqlar burada. Nömrəyə də yaza bilərsiniz həllini. Düz yazdınız mı deyə. Belə, sonra gəldik burada. Düzbucaqlığın diaqonalı 60 dərəcə altına kəsişir deyir uşaqlar. Lap gözəl. Gəlin yazağım bu deyiləni edəyin uşaqlar. Bir diaqonal belə çəkirik və burada 60 dərəcə. Bura 60-dır, burada 120 olmalıdır uşaqlar. Burada 60-dır, bura 60-dır, buralar 60, 60, 30 olacaq. 30 olmalıdır, burada 30 olacaq uşaqlar, değil mi? Burada 60 olacaq, bura 60, burada 30, burada 120 şəklində olacaq. Deyir ki, bu düzbucaqlığın diaqonallarının kiçik tərəfinin diaqonalı ilə kiçik tərəfinin. Ay uşaqlar, baxın. Burada bir dənə, baxın belə bir üçbucaq yaranıbdır, deyil mi? Baxın bir dənə. Burada baxın 30-60 qaydası var. Baxın mən bu üçbucağı çəkirəm kənarda. Baxın bura 30'dur. Bura 60. Deyir ki bizə diaqonalı ilə kiçik tərəfin, ay uşaqlar, bura 2D'dirsə, bura D olacaq da. Çünki 30-60 qaydası var. Baxın 90'ın qabağındakı 2x'dirsə bu x olmalıdır da deyək ki belə. Yəni 2D ilə D'nin cəmi nə olubdur? 48. Buradan 3D bərabərdir 48'də. D nə oldu uşaqlar? 16 oldu. Bizə nə etib? Diaqonalını tap deyir. Baxın uşaqlar, diaqonal buradır 16. Bunda 2 qatı olmalıdır. Bu olacaq 32. Cavabımız olacaq C variantı. 66-cı sual eynisidir uşaqlar. Yəni də bunu artıq siz yazırsınız buradan. Keçək biz növbəti suala. Biraz gəlin bu falesə aid olanları işləyən aşağıda bir iki dənə. Buna aid heç baxmadıq uşaqlar belə. 71-ci suala baxırıq. Deyir ki uşaqlar baxın. Deyir ki baxın AO1 bura bir-birinə bərabərdir. Və bizə deyir ki B2-dən B3'ə qədər bura 12'dir uşaqlar. Burada 12 olmalıdır, burada 12 olmalıdır falesə görə. Sənə deyir ki O'dan B2'yə qədər və buranı soruşur. Yəni 12 üstə gəl 12 neçədir uşaqlar? 24 oldu. İndi artıq 72-ci sualı sən yazırsan. Məncə artıq yaza biləcəksən. Burada keçək biz 73'ə uşaqlar. Nə deyir burada? Deyir ki bizə təpələri perimetri, misal burada üçbucağın tərəflərin otoritəsində olan üçbucağın perimetrini tap. Hə, uşaqlar baxın. Burada cavab 12 eləməlidir. Hə, niyə? Məsələn baxın uşaqlar, mən bu orta xətti çəkdiyim zaman, məsələn mən bura bir 2A desəm, bura A olmalıdır.
Bura 2B desem bura B olmalıdır. Bura 2C desem bura C olmalıdır. Normalda əgər mən deyirəmsə 2A üstə gəl 2B üstə gəlsə 2C 24-dürsə bu kiçik üçbucağın yəni A üstə gəl B üstə gəl C mən buradan 2'ləri mütəzə xaricdən çıxarsam 12 olacaq da tən yarısı olur uşaqlar. Ona görə həmişə bu qayda ödənəcək. Sonra gəldi bu trapesiyanın orta xəttinə aid olan sualdır uşaqlar. Orta xətt düsturu necə idi? Bax ortadan çəkəndə görürsən bu orta xəttdir. Bax bu 2 bərabər hissəyə bölürsə orta xətt olmalı. Onda burası 8 bərabərdir. 5 üstə gəlsin x, yəni kənardakilərin cəmini 2-yə bölür. 5 üstə gəlsin x bərabərdir 16-ya. Buradan x ilə bərabər nə oldu uşaqlar? 11 şəklini alacaq. Bu da belə. İndi bu 76-cı sualı artıq siz yaza bilərsiniz məncə. Gəldik nəyə? Gəldik. Burada maraqlı trapesiya aid suallarımız da var. Gəlin onlara baxalım inşallah. Məsələn, trapeziya deyir ki, YF, baxın bu YF xətti bu trapesiyanın, baxın inşallah bu trapesiyanın orta xəttidir. Lap gözəl. Baxın bu trapesiyanın. Gəlin baxaq indi. Mən bura bir x yazsam. 7 bərabərdir. X üstə gəlinsin 10 bölünsün 2'yə. Oldu? Yazaq burada. X üstə gəlsin 10 bərabərdir 14'ə. X də bərabər nə oldu uşaqlar? 4 oldu. Hə, buranı 4 tapdıq. Laf gözəl. Bura 4. Sonra deyir ki uşaqlar bizə. Bu trapesiyanın isə bu bunun. Bu trapesiyanın orta xətti isə budur deyir. Burada bir y yazıram. Nə olur? 10 bərabərdir. 7 üstə gəlin y bölünsün 2'yə. Buradan 7 üstə gəlsin y bərabər 20 olur. Buradan y də bərabər 14 olur. Sənə də deyir ki, AD-ni, yəni y-dan nəyi çıx? X-ı çıx. Yəni 14 çıxılsın, 4 bərabər neçə elədi uşaqlar? 10 elədi cavabımız. Bu şəkildə oldu. Yine 78-ci sual artıq sənindir. Sən yazacaqsan. Keçək 79-a. 79-cu sualda uşaqlar bərabər tərəfli üçbucaqdır. Əla. Perimetrimiz 36'dır. Perimetrimiz 36'dır. Bunda uşaqlar baxın. Bərabər tərəfli üçbucaqda deyir ki, əla olsun, olsun. Buranı tap deyir uşaqlar. Baxın, biz necə eləyə bilərik burada? Məsələn, bunun perimetri 36'dırsa, 36'ın 3'ə bölüm 12 olacaq. Elə deyil mi maşallah? 12. Mən bura bir x desəm, bura 12 çıxılsın x-dır. Həmçinin maşallah burada x olacaq. Baxın. Və bir də, gəlin bir də bir şey deyim maşallah. Baxın, burada 60'dır. Gəlin mən bu şəkli buradan çəkeyim uşaqlar. Birinci bucaqları qeyd eləyək. Baxın, bərabər tərəfli dediyinə görə, baxın, bərabər tərəfli dediyinə görə. Belə. Bura 60. Bura 60 olacaq uşaqlar. Əgər bura 60'sa bura 120 olmalıdır. Niyə? Paralellik şərti vardır. Uşaqlar, parallelogram da deyirsə. Onda burada 60'dır. Burada 60'dır. Əla. Onda bura x. X. Burada x oldu uşaqlar. Həmçinin burada bir x oldu. Ümumi bax perimetr 36. Onda bura 12 çıx x-dır. Burada 12 çıx x-dır uşaqlar. Hə, həmçinin burada 12 çıx x-dır. Burada 12 çıxılsın x-dır. Çünki niyə? Bura 60'dırsa burada 60-60 olmalıdır. Əla. Bizə deyir ki, buranın perimetrində. Bu perimetri tapmaqdan ötürü hamısını toplamalıyam da uşaqlar. Baxın, 12 çıx x, üstə gəlsin 12 çıx x, üstə gəlinsin x, üstə gəlinsin bir də x. İndi baxın, bu x-la bu x getdi, bu x-la bu x getdi. 12 üstə gəl 12 neçədir uşaqlar? 24. Demək, buranın perimetri nə oldu? 24. Çox maraqlı bir sual idi. Belə. İndi uşaqlar, burada tərsinə verib uşaqlar. Bunu məncə siz yaza bilərsiniz. 80'i siz yazın. Keçək biz nəyə? 81'ə. Bax, 81'də də maraqlı bir sual var. Trapesiyaya aid olan bir sualdır. Bizə deyir ki uşaqlar. A, B, C, D. Deyir ki buradan Y, F. Buradan bir dənə belə bir xətt çəkilib uşaqlar. Bu xətlə bu xətt bir-birinə bərabərdir. Uşaqlar, baxın. Əgər bura 16'dırsa, onda bura nə olmalıdır? 8 olmalıdır. Yəni, niyə? Çünki orta xət olduğuna görə bu xət bunun yarısı olmalı. Bura 8'dir, bura da 8'dir. Bura 12'dir. Sənə deyir ki, buranı tap. Həmən bunun şəklini səhv çəkmişəm uşaqlar. Bir dənə bunu düzəldim. Baxın, bu gəlməliymiş belə. Belə bir şey olmalı. Mənə deyir ki, buranı tap. Hə, bu da, baxın uşaqlar, bura bir trapesiyadır, baxın. Bu bir trapesiyadır uşaqlar. Hə, bu da trapesiyanın orta xəttidir də. Əla, orta xətt bərabərdir. 12 üstə gəl x bölünsün 2'yə.
Buradan çarpaz vursam 12 üstə gəlsin x bərabər 16-ya. X də bərabərdir 4 olacaq uşaqlar. Yəni bu şəkildə olmalıdır. Belə. Maraqlı sual idi. Bu sualı artıq siz məncə özünüz yaza bilərsiniz. Eyni qayda ilə yazarsınız uşaqlar. Belə. Belə. Biraz fərqli tip sual işləmək istəyirəm. Gəlin bu suala baxaq. Belə sual işləməmişdir. Düzbucaqlı üçbucağa aid uşaqlar. 87-ci suala baxırıq. Burada 50-dir. 50'nin əyri oldu daha doğrusu. Baxın A, B, burada C'dir, burada D'dir aşağıda. Buradan burada 90'dır, burada 90'dır, burada 90'dır, burada 90. Avtomatik burada 90 olmalıdır uşaqlar. Əla. Əgər bura 5'dirsə, burada 5'dir, burada 5'dir. Əgər bura 3'dürsə uşaqlar, baxın, orta xətti deyirsə, bura 3'dürsə, bura nə olmalıdır? 6 olmalıdır, bax uşaqlar. Əla. A'dan B'yə qədər, baxın, A'dan B'yə qədər, əgər bura 8'dirsə, onda bura 4 bölünməlidir. Niyə? Orta xətt. Burada 4. Burada bir balaca bir üçbucaq yarandı. Bax uşaqlar, düzbucaqlı üçbucaq. 4, 3, Pifaqor ədləri 5 olur mu uşaqlar? Bura 5'dirsə, burada 5 olur. Baxın uşaqlar, burada 5'dir. Bildiniz də niyəsini 5 olur. Burada həmçinin 4. Bizə deyir ki, perimetrini P bərabər. Baxın, bura 8, bura 8, bura 5, bura ümumi 10 və burada 11. Nə oldu? 13 üstə gəlsin 11, 24. 24 sonra gəlir irəli cavabımız 34. Bu şəkildə olacaq uşaqlar. Sonra siz bunu yazırsınız. 88-ci sual uşaqlar. Bunu siz yazacaqsınız. Gəlin belə bir suala baxaq. Nə deyir burada? Deyir ki 91'ə baxın. Bu tip sualları işlədik. Biraz fərqli tip suallar eləmək istəyirəm uşaqlar. Məsələn 91-ci suala baxaq. Nə deyir bu 91'də? Deyir ki bərabər yanlı trapeziyanın yan tərəfi orta xəttdə bərabərdir. Baxın. Bərabər yanlı trapeziyanın bərabər yanlıdır da uşaqlar, deyil mi? Deyir ki yan tərəfi orta xəttinə bərabərdir. Bura 2 bərabər hesab edim. AA, həmçinin buranın da. AA. Oldu belə. Deyir ki trapeziyanın perimetri 40'dır aşağıda. İndi kiçik ötəcək. Bura 7'dir aşağıda. Burada 2A'dır. Oldu. Deyir ki, indi biz buradan, mən bura bir nə deyə bilərəm? Gəlin bunu aynı əvəz edim. Mən bura bir x desəm, mənim bu 2A bərabərdir. 7 üstə gəl, x bölünsün 2 olur. Çarpaz vursam 7 üstə gəlsin, x bərabərdir 4A-ya. Buradan x də bərabərdir 4'ə çıxılsın 7 olacaq. Onda bu nə oldu uşaqlar? 4'ə çıxılsın 7. İndi gəlin burada hesablayalım. A, 1, 2, 3, 4 dənə, elə deyil mi? 4 dənə A, üstə gəlinsin yenə 4A, üstə gəl 7, çıxılsın 7, bərabərdir 40A. Bununla bu getdi, 8 vurulsun A, bərabərdir 40A, A da bərabərdir nə olacaq? 5 oldu. Anı 5 tapandan sonra böyük ötəcağı tap. Böyük ötəcağı neydi uşaqlar? Budur, 4 vur 5, çıxılsın 7. Nə oldu buradan? 20'dən də 7 çıxanda 13 elədi. Baxın cavabımız bu şəkildə. 92 artıq bu şəkildə məncə siz yaza bilərsiniz. Belə. Gəlin baxalım 93-cü suala. Aha, nə deyir burada? Deyir ki, bərabər yanlı trapeziyanın yan tərəfi 10 cm. Gəlin şəkil çəkəyim. Bərabər yanlı deyirsə uşaqlar, yan tərəflərin hər ikisi 10 olacaq. Burada 10'dur, burada 10'dur. Hündürlüyü və kiçik oturacağı 8'dir aşağılar. Baxın, burada 8'dir. Bax, hündürlük bura 8'dir. Burada 8'dir və bu hündürlükdə 8. Uşaqlar, baxın, burada yenə Pifaqor teoremi ortaya çıxdı. Baxın uşaqlar. Burada avtomatik bura nə olacaq? 6, 6, 8, 10 Pifaqor ədləri deyil mi uşaqlar? Bəli. Nə deyil mi? Bura 6. Onda burada 6 oldu mu uşaqlar? Onda bura nə olacaq? 8 oldu. Biz dedik ki, perimetrini tap. Perimetrini tapmaqda ötə neyim? 10 ilə 10 toplayıram 20. 20'nin üstə 8, 28. 28'in 8 gələndə 36. 36'nın 6 gələndə 40. 2, 42'nin üstə 6 gələndə 48 oldu. Baxın uşaqlar bu şəkildə olacaq. Artıq 94-cü sual artıq siz yazırsınız bunu. Belə. Sonra başqa tip sualımız var mı belə? Gəlin bir də rombayda olan bir suala baxalım uşaqlar burada.
95-ci sual var idi. Nə deyir burada? Deyir ki, ABC rombunda, gəlin bunu çəkəyin uşaqlar. A, B, C və D. Rombunda BAD. Deyir ki, rombunda BAD, ABC. Baxın aşağılar BAD, bu bucaq. Belə bir şeydir. BAD. Səhv mi dedim? BAD bucağı. AB. Mən bunu səhv çəkdim. Əslində bunu çəkməməliydi uşaqlar. Belə. Uşaqlar baxın, deyir ki, bu bucaq 1x-dir, bu bucaq 2x-dir deyir uşaqlar. Yəni mən bilirəm ki, bunların da cəmi nə olmalıdır? 180 olmalıdır. 3x bərabər 180-ə, x bərabər nə oldu? 60 oldu. Deyir ki, bunun BD diagonalı, bura D-dirsə, BD diagonalı deyir ki, uşaqlar baxın 60. Deməli, bura 60-dır, bura 120-dir. Bura 120. Mən bu BD diagonalı çəkəndə bura 60-60 bölünəcək. Bax, 120. Hə, bura 2-dirsə, onda burada 2 olmalıdır. Baxın uşaqlar, çünki burada 2-dir, burada 2-dir, burada 2-dir də. 120 ilə 60 onda uşaqlar bərabər tərəfli sual. Yəni kiçik diagonal tərəfə bərabər olur. Baxın uşaqlar, 60 və 120 olduğu zaman. Bu da elədi 2 vurulsun 4 bərabər neçə gəldi? Bu da elədi cavabımız 8. Bu şəkildə olmalıdır uşaqlar. Belə. Məncə bu qədər bəsdir uşaqlar. Burada B variantı var. Bu variantda məncə elə ehtiyac olmayacaq. Amma burada KSG-lər var uşaqlar. Baxın, KSG 12 dənəlik suallar var. Mən bunu sizə belə göstərirəm. Siz bunu işləsəz çox gözəl olar. Məsələn, A variantını işləyərsiniz. Mənimlə əlaqədə saxlaya bilərsiniz nömrə ilə. Variantlarını sizə ata bilərəm düzgün cavabları. Həm A variantını, həm də burada B variantı eyni olur, amma C variantı biraz fərqlidir uşaqlar. Baxın sualları. Bunu da C variantını da götürə bilərsiniz, işləyə bilərsiniz uşaqlar. Summativdən qabaq ki, sizə faydalı olsun. Bugünü bu qədər uşaqlar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun. Növbəti videolarda görüşmək ümidi ilə.